Səbir çətindir, ya namaz? Hamı deyəcək səbir. Mən də razıyam sizlə. Səbir çətindir. Adamın başına bəla gələ, məsələn, cavan oğlu dünyasını dəyişə, adam səbir eləyir. Çətindir də. Namaz qılmaqdan çətindir. Amma Allah başqa cür deyir. Allah bizim dediyimizin tam əksinə deyir. İstəinu bis-səbr və-səlah buyurur, səbirdən və namazdan kömək istəyin, kömək alın. Ayənin sonrasına baxın. Biz həmişə ayəni bu qədər demişik, elə bilmişik elə bu qədərdir. Ayənin sonrası bundan, burası, bu hissəsindən önəmlidir. Allah buyurur, səbirdən və namazdan kömək istəyin. Fəinnəhanın hası qayıdır səlata, səbrə qayıtmır. Buyurur, fəinnəha ləkəbirə illə ələl-xaşiyin. Buyurur, həqiqətən də o, xaşi olanlardan başqa hamıya çətindir. Allah buyurur, namaz səbirdən çətindir, ləkəbirədir. Özdə elə-belə yox, deyir, Allah qabağında xaşi olan, özünü sındıranlardan başqa, hamıya namaz çətindir, səbir çətindir. Əleyhissalamdan soruşdular, Allah niyə belə deyir? İmam burada, oradakı səbirdən məqsəd Peyğəmbərdir, namazdan məqsəd mənim vilayətimdir. Peyğəmbəri hamı rahatlıqla qəbul elədi, mənim vilayətimə gələndə iş çətin oldu. Ona görə Allah buyurur, namaz səbirdən çətindir. Əlinin vilayəti Peyğəmbərin vilayətini qəbul eləməkdən çətindir. Ümmət Peyğəmbəri qəbul elədi, əlinin vilayətinə mövzu gəlib çatanda problemlər yarandı. İndi bu ayədən gedək bir dənə başqa ayə. İnnəs-səlah tənha ənil-fəhşa vəl-münkər. Namazın funksiyası nədir? Namaz insanı fəhşa və münkərdən, pisliklərdən qoruyub saxlayan bir şeydir. Namaz qılan niyə pis iş görür bəs? Namaz qılan niyə uşaq başı kəsir bəs? Namaz qılan niyə müsəlman öldürür bəs? Bəs namaz insanı pislikdən çəkindirirdi. Namaz, başa düşməmişik namazdan söhbət nədən gedir? Namaz yəni əlinin vilayəti, namaz yəni əlinin vilayətinə təslim olan namaz qılanı pislikdən çəkindirir. Əlinin vilayətinə təslim olanın namazı onu paçlayır. Hər namaz insanı paçlamır ki. Kərbəlada 2 dəstənin ikisi də namaz qılırdı. Əgər namaz paçlayırsa adamı, bura nəyə gəliblər? Cəməldə Əleyhissalamın qabağında dayananların alnı qabar bağlamışdı səcdə eləməkdən. Bizim heç birimizin qabar bağlamayıb alnımız. Qur'ana hafiz idilər. Kim bir dənə böyük surəni əzbər bilir? Kim məsələn Bəqərə surəsini əzbər bilir? Cəməldə Həzrət Əli əleyhissalamın qabağında qılınc vururdular ki, burada öləni cənnət müştaqıdır, cənnət sizi gözləyir, burada vuruşub ölsöz. Onlar hafiz Qur'an idilər. Qur'anı başdan ayağa hamısını əzbər bilirdilər. Və bu nə fəsaddır, bu nə batil düşüncələr də ortaya çıxır. Çünki namaz, yəni əlinin vilayəti. Mən naqis elmimlə araşdırdım, 14 dənə hədis tapdım ki, namaz, ki məsumlardan ki, buyururlar, Qur'andakı namaz bizik. Əgər əhl-i beytin vilayəti olmasaydı, Allah deyərdi, namazı qılın. Deməzdi, əqimus-səlat, namazı qaldırın, iqamə eləyin, namazı qiyam eləyin. Namaz Qur'andır ki, oxuyasan. Namaz gərək vilayətə bağlansın. Ona görə Nəhcül Bəlağədə Əleyhissalam buyurur, Ənəs-səlat, ənəs-sovm, ənəl-həc. Namaz mənəm, oruc mənəm, həc mənəm. Nə istəyir demək? Demək istəyir, namaz mənim vilayətimdən olsa namazdır. Olmasa boş ver geçsin.